Herkese salam, kanalıma xoş gəlmisiniz. Bugün birlikdə anamın 1001 dərdə dərman zoğal mürəbbəsini birlikdə hazırlayacağıq. Bu mürəbbə ləzzətli olmaqla yanaşı eyni zamanda çox estetik görsənir. Ümumiyyətlə anam olduğuna görə demirəm. Hər zaman mürəbbələri, turşuları çox ləzzətli və çox gözəl olur. Evə gələn qonaqlar gedəndə ya mürəbbə, turşu aparırlar, ya da resept istəyirlər. Siz isə kanalıma mütləq şəkildə abunə olun və videomu paylaşıb mənə dəstək olmağı unutmayın. Bu qədər zoğalın hamısını mürəbbə edəcəyik. Burada 6 kilo yarım zoğal var. Hal-hazırda bunlar yuyulub. Gördüyünüz kimi 2 cür zoğal var təəssüf ki. Həm çox yaxşı yetişmiş, həm də açıq rəngdə olanlar. Hal-hazırda isə 2 kilo şəkər tozuna 2 xurştal stəkan su tökərək şəkər tozunun tamamilə əriməsini gözləyirik. Bu indi həll olmalıdır. Şəkər tozu tamamilə həll olduqdan sonra şəkər tozunu eyni çəkidə zoğalı bu ərinmiş məhlulun üzərinə əlavə edirik. Onları yaxşı-yaxşı qarışdırıb qaynamağa qoyuruq. Bu cür qaynayır və üzərinə bildiyiniz kimi açıq rəngdə ərp əmələ gəlir və bu ərpləri asta-asta yığırıq. Yəni mürəbbədə, zoğal mürəbbəsində kiloya kilo istifadə olunur. Nə qədər meyvə istifadə olunursa, eyni kiloda şəkər tozu istifadə olunur. Burada isə bacınız məharətini göstərməyə çalışır. Ərpləri yığıram. Və nəhayət mürəbbəmiz hazırdır. Artıq mamaları bankaya doldurub və doldurmağa davam edir. Və doğrudan da çox ləzzətli. Eyni zamanda görünüşü də çox qəşəng, çox estetik. Əgər siz də bizim reseptlə mürəbbə hazırlasanız, mütləq şəhərlərdə yazın, gözləyəcəm. Və siz bu bankanın öz modelinə baxın, o necə gözəldir. Həqiqətən belə bankalardan ötürü çox ürəyim gedir. Doğrudan da belə bankalarda turşular da, mürəbbələr də çox gözəl görsənir. Ümid edirəm ki, biz də, siz də eyni zamanda zoğal mürəbbəsini ancaq ləzzət məqsədindən yeyərik. Hansı ki, mürəbbə artıq qaynara düşür və ətri gözəl gəlməyə başlayır. Onu töküb boşqaba belənci barmağımız arasına xətt çəkirik və bu hər iki tərəfdə qalmış mürəbbələr bir-birinə birləşməməlidirlər. Onlar birləşirlərsə, demək artıq hələ ki mürəbbəni götürülməməli. Yox, onlar birləşmirlərsə, demək artıq zamanında bu mürəbbə götürülməlidir. Mən əvvəlki götürülmüş mürəbbəni elədiyimə görə orada onlar birləşirlər. Ancaq ki, biz bu qaydanı həmişə götürmüşük. Siz də belə eləsəz, mənə mütləq xəbər eləyin və kanalımda hansı meyvənin mürəbbəsini görmək istəyirsinizsə, mütləq şəhərlərdə yazın. Bugünlük isə bu qədər. Sağ olun, sevgi ilə qalın.